Naxçıvan Muxtar Respublikasının Babək rayonu Şıx Mahmud, Xəlilli və Uzunoba kəndlərində tullantıların vaxtında daşınmaması sakinlərin narazılığına səbəb olub. Ətraflı Naxçıvan müxbirimiz Zeynəb Pənahın hazırladığı süjetdə. Babək rayonu Şıx Mahmud kəndində ətrafa yayılan çöplər və dolu konteynerlər arxamda da gördüyünüz kimi göz önündədir və kəskin iyi sakinlər tərəfindən narazılığa səbəb olur. Kəndlərdə yerləşdirilən tullantı qutuları dolduqdan sonra uzun müddət boşaldılmır. Nəticədə məişət tullantıları qutulara sığmır, ətrafa səpələnir və küçələrdə xoşagəlməz mənzərə yaranır. Sakinlər deyirlər ki, məsələ təcə görüntü ilə bağlı deyil. Tullantıların uzun müddət ərazidə qalması həm ətraf mühit, həm də sanitar vəziyyət baxımından narahatlıq yaradır. Külək vurur hamısı həyətdə, iyi vurur evdə, uşaq var, böyük var. Hamısı elə. Gündə havadansa, elə təmiz havadansa keç qəbul edirik. Sakinlərin sözlərinə görə qutuların vaxtında təmizlənməsi üçün aidiyyatı xidmətlərinin işinə nəzarət gücləndirilməlidir. Kənd sakinlərinin əsas tələbi isə sadədir. Tullantı qutuları dolduqdan sonra həftələrlə gözləməsin, vaxtında boşaldılsın və ərazilər təmiz saxlanılsın. Bəs görəsən yerli icra nümayəndəliyi və bələdiyyə hara baxır? Hökm sürən bu antisanitariyanın pis qoxusu onların əyləşdiyi idarəyə qədər vurduğu halda niyə burunları tutulub? Kəndlərin təmiz havasını korlayan mövcud vəziyyət görünür heç bir qurumu narahat etmir. Halbuki dəfələrlə dövlət tərəfindən vəsait ayrılaraq Muxtar Respublikanın kommunal təsərrüfatına, bələdiyyələrinə yeni təyinatlı texnikalar verilib. Bəs o texnikalar hara yoxa çıxıb? İndi gördüm deyən yoxdur axı. Qeyd edək ki, bu kəndlərdən televiziya və digər media orqanlarına müraciət edilib. Çəkilişlər edilsə də problem həll edilmir ki, edilmir. Bir sözlə işlər müşkülə, problem düyünə düşüb. Mövcud vəziyyətlə bağlı yerli qurum olan Babək rayon icra hakimiyyətinin isə əvvəlcə rəsmi açıqlama veriləcəyi vəd edilsə də, sonra fikirlərindən daşındılar. Kaş sözgedən kəndlərdə toplanan məişət tullantıları da belə tez daşınardı. Aidiyyatı qurumun fikrindən daşındığı kimi. Əsas odur ki, rəsmi qurum daşınmağın yolunu bilir. Bir əmması var ki, daşınması vacib olanı daşımır. Zeynəb Pənah, Günəş Rızayeva, Spes xəbər, Naxçıvan, Babək.